Herkese salam. Yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə zərfin davamı olaraq zaman zərflərini izah edirəm. Zaman zərfləri Alman dilində temporal adverbin adlanır. Aşağıda cədvəldə verilmiş zaman zərflərinə aid nümunələr var. Wann, nə vaxt, nə zaman suallarına cavab verən zaman zərfləri. Einmal, bir dəfə. Morgen, sabah. Jetzt, indi. Eben, indicə. Bald, tezliklə. Früh, tezdən. Langst, çoxdan. Morgens, səhərlər. Abends, axşamlar. Spät, gec. Wie lange, neçə, nə qədər müddətə suallarına cavab verən zaman zərfləri. Lange, uzun müddət. Tagelang, bütün gün, günlərcə. Stundenlang, saatlarla. Jahrelang, illərlə. Seit wann, nə vaxtdan bəri sualına cavab verir. Məsələn, seit gestern, dünəndən bəri. Bis wann, nə vaxta qədər sualına cavab verir. Məsələn, bis morgen, sabaha qədər. Wie oft, neçə dəfə sualına cavab verən zaman zərfləri. Täglich, hər gün, gündəlik. Jährlich, hər il, illik. Wöchentlich, həftəlik. Selten, nadir. Immer oder stets, həmişə, daimi. Oft oder häufig, tez-tez. Nie, niemals, heç vaxt. Hər səhər, hər günorta, hər axşam, hər gecə. Bunları Alman dilində ifadə etmək istəyiriksə, jeden Morgen, hər səhər. Jeden Mittag, hər günorta. Jeden Abend, hər axşam. Jeden Nacht, hər gecə. Səhərlər, morgens, günortalar, mittags, axşamlar, abends, gecələr, nachts. Hər il, hər ay, hər həftə, hər gün. Jedes Jahr, hər il. Jeden Monat, hər ay. Jede Woche, hər həftə. Jeden Tag, hər gün. Daha sonra həftənin günlərini bilirik. Daha sonra keçmiş, indiki və gələcək zamana aid olan zaman zərfləri, keçmişə aid vorgestern, sırağa gün, gestern, dünən, früher, əvvəllər, damals, o zaman, o vaxt. İndiki zamana aid olan zaman zərfləri, heute, bugün, jetzt oder nun, indi, heutzutage, bugün və yaxud da bugünkü gün, sofort, dərhal. Gələcək zamana aid olan zaman zərfləri, morgen, sabah, übermorgen, bir gün, bald, tezliklə, später, daha sonra. İndi isə zaman zərflərinin nümunə içərisində işlənməsinə baxaq. Mən sabah Bakıya qatarla gedəcəm. Biz bu cümləni Alman dilində demək istəyiriksə, deməli, əlbəttə ki, hər bir sözü bilməliyik, cümlə strukturunu bilməliyik. Cümləmiz gələcək zamana aid olduğuna görə, yəni gələcək zamanı bildirən zaman zərfi işləndiyinə görə biz cümləmizi futur 1, yəni gələcək zamanda yazmalıyıq. Gələcək zamanda biz bilirik ki, və-yaxud köməkçi feili ilə düzəlir. Belə ki, ikinci yerdə gələrək şəxsə görə təzriflənir. Feilimiz isə məsdər formada cümlənin sonunda gəlir. Mən, ich werde morgen, sabah, mit dem Zug, qatarla, nach Baku, Bakıya fahren, gedəcəm. Ich werde morgen mit dem Zug nach Baku fahren. Mən sabah Bakıya qatarla gedəcəm. Bu cümləmiz düzgün söz sıralı cümlədir. Burada deməli kiçik bir haşiyə çıxmaq istəyirəm. Hansı ki, keçən dərsimizdə də vurğuladım ki, bəzən tələbələr olur ki, Azərbaycan dilinin qrammatikasını tamamilə bilmədiyi üçün və yaxud unutduğu üçün bəzən Alman dilinin qrammatikasını başa düşməkdə çətinlik çəkirlər. Əgər belə bir hal varsa, yəni məsləhətim bu olardı ki, hansı mövzu olursa fərqi yoxdur, o mövzunu Azərbaycan dilində kiçik də olsa araşdırıb,
Həmən mövzunu mənimsəyib qavradıqdan sonra bu nəinki alman dilinə, başqa dillərə də aiddir. Həmən dildə öyrənəsiniz. Əgər siz öz dilinizdə bilmədiyiniz halda başqa dilin qrammatikasını öyrənmək istəsəz, bu zaman sizin üçün 2-3 qat ağır olar. İndi məsələn, burada mən qeyd etdim ki, düzgün söz sıralı. Deməli, alman dilində düzgün və əks söz sıralı cümlə quruluşu var. Təbii ki, bu mövzular gələcək dərslərimizdə izah olunacaq, amma yenə də qısaca izah edeyim. Düzgün söz sıralı cümlə nə deməkdir? Yəni, mübtəda, xəbər və ikinci dərəcəli üzvlər gəlir. Bu, alman dilinin cümlə quruluşuna aiddir. Biz bilirik ki, Azərbaycan dilində cümlə quruluşu mübtəda birinci yerdə gəlir, xəbər ən sonda gəlir və əgər ikinci dərəcəli üzvlər istifadə olunubsa, hər biri öz ardıcılığı ilə gəlir. Alman dilində isə birinci mübtəda, ikinci xəbər, üçüncü isə ikinci dərəcəli üzvlərdən biri və yaxud da ki, hər üçü istifadə oluna bilər. Ancaq əks söz sıralı cümlə quruluşunda isə birinci, ikinci dərəcəli üzv gəlir, ikinci xəbər gəlir, üçüncü mübtəda gəlir. Bu zaman artıq bu cümlə əks söz sıralı cümlə adlanır. Bəzən olur ki, dediyim kimi, yəni tələbə var, qrammatikanı bilmir. Məsəl üçün, cümlə üzvlərini tanımayan tələbələr var. Mübtəda nədir, xəbər nədir, ikinci dərəcəli üzv nədir? Bəzən təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Təbii ki, burada, necə deyim, çox da böyük bir problem yoxdur. Əgər siz bu dili öyrənə bilirsinizsə, deməli, Azərbaycan dilində mükəmməl bir şəkildə öyrənə bilərsiniz. Əgər qeyd etdiyim kimi məlumatınız yoxdursa və yaxud unutmusunuzsa, yaxşı olar ki, biraz Azərbaycan dilində araşdırıb, mənimsəyib, daha sonra dilə qayıtmaqdır. O zaman aradakı fərqi özünüzdə daha yaxşı görəcəksiniz. Deməli, qalmışdıq düzgün və əks söz sıralı cümlələrdə. Morgen werde ich mit dem Zug nach Bakü fahren. Morgen, sabah. Zaman zərfliyi birinci yerdə gəldiyinə görə bu cümləmiz əks söz sıralı cümlə oldu. Seminar uzun müddət davam etdi. Bu cümləmiz isə sadə keçmiş zaman formasına aiddir. Das Seminar dauerte lange. Uzun müddət, lange. Mən illərlə səni gözlədim. Cümləmiz perfekt mürəkkəb keçmiş zamana aiddir. Ich habe jahrelang auf dich gewartet. İllərlə yağelang. Zaman zərfindən istifadə etdik. Dünəndən bəri yağış yağmayıb. Es hat seit gestern nicht geregnet. Dünəndən bəri seit gestern. Düzgün söz sıralıdır. Ancaq əks söz sıralı cümlə şəklində desək, seit gestern hat es nicht geregnet. Dünəndən bəri yağış yağmayıb. O, sabaha qədər sənin cavabını gözləyəcək cümləmiz, deməli, gələcək zamana aiddir. Bilmirəm, bu mövzu haqqında futur ayınızda izah edərkən demişdim və yaxud deməmişdim. Deməmişəmsə elə burada qeyd edim. Biz bilirik ki, gələcək zaman forması werden köməkçi feilindən və əsas feilin infinitivindən düzəlir. Əgər cümləmiz gələcək zaman zərfi işlənibsə, biz bu cümləni present formada da qura bilərik. Zaten cümləmizdə gələcəyə aid zaman zərfi işlənirsə, biz o cümləni indiki zamanda tərcümə edə bilmərik. Yəni, mütləq şəkildə gələcək zamanda tərcümə etməliyik. Məsələn, bu nümunəmiz, o sabaha qədər sənin cavabını gözləyəcək. Er wartet bis morgen auf deine Antwort. Bis morgen sabaha qədər. Gələcəyə aid zaman zərfi olduğuna görə biz bu cümlənin quruluşunu present indiki zamanda qeyd etdik. Düzgün söz sıralıdır. Əks söz sıralı şəklində desək, bis morgen wartet er auf deine Antwort. Daha sonra hər səhər mən idman edirəm. Ich treibe jeden Morgen Sport. Bu düzgün söz sıralıdır. Əks söz sıralı şəklində desək, jeden Morgen treibe ich Sport. Səhərlər demək istəsək, ich treibe morgens Sport. Səhərlər mən idman edirəm. Əks söz sıralı desək, morgens treibe ich Sport. Hər il iyunda biz dostlarımızla gəzintiyə çıxırıq. Jedes Jahr im Juni machen wir mit unseren Freunden einen Spaziergang.
Cümləmiz ek söz sıralıdır çünki hər il ikinci dərəcəli üzv birinci yerdə işləndiyinə görə deməli cümləmiz ek söz sıralıdır. Düzgün söz sıralı şəklində desək, wir machen jedes Jahr im Juni mit unseren Freunden einen Spaziergang. Biz hər il iyunda dostlarımızla gəzintiyə çıxırıq. Hər həftə və yaxud çərşənbə və yaxud da çərşənbələri mən rəqs məktəbinə gedirəm. Jede Woche hər həftə və yaxud çərşənbə am Mittwoch, çərşənbələr isə Mittwochs gehe ich in die Tanzschule. Məsələn, jede Woche gehe ich in die Tanzschule. Hər həftə mən rəqs məktəbinə gedirəm. Və yaxud çərşənbə mən rəqs məktəbinə gedirəm. Am Mittwoch gehe ich in die Tanzschule. Ich gehe jede Woche oder am Mittwoch oder Mittwochs in die Tanzschule. Sizcə bu cümlələrdən hansı əks, hansı düzgün söz sıralı cümlələr sırasına aiddir? Sırağa gün mən kuzenimlə, yəni dayı oğlu və yaxud əmi oğlu sərgidə rastlaşdım. Ich habe vorgestern meinen Cousin in der Ausstellung getroffen. Bəs sizcə bu cümlələrdən hansı düzgün və əks söz sıralıya aiddir? Sırağa gün, vorgestern cümləmiz deməli perfekt mürəkkəb keçmiş zamana aiddir. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.